Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve yetevelles salihin. Ve eşhedü enne Muhammeden abduhu ve resuluh. Ve sallallahu aleyhi ve selleme salaten ve selamen daimeyn mutelazimeyn ile yevmiddin. Allahümme enfa'ni bima allamtana ve allimni ma yenfa'uni ve zidni ilme. Sonra Şeyhülislam İbn Teymiyyə rahiməhullah rahmətən vəsi'ə gətirir ki, فَلَا عُدُولَ لِأَهْلِ السُنَّةِ وَالْجَمَاعَةِ عَمَّا جَاءَ بِهِ الْمُرْسَلُونَ فَإِنَّهُ صِرَاطُ الْمُسْتَقِيمِ صِرَاطَ الَّذِينَ أَنْعَمَ اللّٰهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ وَالصِّدِّيقِينَ وَالشُّهَدَاءِ وَالصَّالِحِينَ. Elə buna görə də Əhl-i Sünnə vəl-Cəmaə elçilərin gətirdiklərindən uzaqlaşmamalıdır. Elə buna görə də Əhl-i Sünnə vəl-Cəmaə mürsəllərin gətirdiklərindən əmmə dedikdə, yəni nədən? Onların gətirdiklərindən nədir? Uzaqlaşmamalardır. Həqiqətən də bu doğru yoldur. İnnehu sıratal müstəqim. Doğru yoldur. Hansı doğru yoldur? Allahın nimət verdiyi kəslərin, peyğəmbərlərin, siddiqlərin, şəhidlərin və salih insanların yoludur. Yəni, öncəki dərslərdə vurğuladı. Şeyx Əsməl Hüsnə, ona düzgün yaxınlaşma qaydaları, Allah Subhanahu və Teala'nın razı qaldığı isim və sifətlər, hansı ki, öz nəfsində, özündə dəstəklədiyi, öz nəfsini vəsf etdiyi və bu tür şeylərdə hansı ki, Əhl-i Sünnə vəl-Cəmaə mövqeyini bildirdi. Və götürür ki, arxasınca mətin olaraq Şeyxülislam rahiməhullah elə buna görə deyir, Əhl-i Sünnə vəl-Cəmaə ayrılmamalıdır. Nədən ayrılmamalıdır? Elçilərin, yəni Rasulların gətirdiklərindən ayrılmamalıdır. Əgər Rasulların gətirdiklərindən ayrılarsa, ayənin arxasınca gələnlərdən uzaq olar. Kimlər idi? Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Kimlər idi? Kimlər idi? Peyğəmbərlər, siddiqlər, şəhidlər, salihlər. Sağ ol. Bax, burada bir dənə məsələ var. Əgər sən oradan ayrılmasan, düşürsən bunların zərgəsinə. Təsəvvürlər ki, bunlarla bir yerdə həşr olsan. Peyğəmbər s.ə.v-in yan-yana. O dərəcə qalxsan, yəni nədir? Həşr olsan. İnşallah ki. Kimlərlə? Peyğəmbərlərlə, sadiqlərlə, şəhidlərlə, salihlərlə. Yəni, tərdibata bax, Peyğəmbərlər təbii ki, Mursalun ən üstündür. Və sonra nə gəlir? Əş-şühədə. Sonra nə gəlir? Şühədə gəlir? Siddiqlər. Bax, buradan da görünür ki, sadiqlər nədən üstün olur? Yəni, ayədə, belə deyək də, ayənin gəlməsi buradan çıxan faydalardan insan ola bilər, dərəcəsi elə olsun ki, yəni üstün ola bilər. Amma məsələ o da nədir? Siddiq. Buradan çıxan istinbata bax. Abbaq radiyallahu nə idi? Siddiq. Ömər radiyallahu? Yox. Ömər radiyallahu nə idi? Şəhid. Kim verdi? Siddiq. Mədinədə vurdular da. Kim vurdu? Tanınmış. İndi bir dəqiqə tavaf edirlər başına. Əbülülü. Əbülülü. Lənəhullah. Yəni, məsələn, neynədir? Məcus idi də, öldürdü. Amma dərəcəyə bax, yəni Allah Subhanahu və Teala deyir bunu, onları da elə seçmişdi. Şeydir. Ona görə siddiq şəhiddən hansı ki, dərəcə baxımından siddiq elə bir şeydir ki, onun Allah Subhanahu və Teala onu o adla tərifləmişdi.
Yəni sən burada qəsdən niyə İbn Teymiyyə rahimehullah bunu belə gətirdi? Əhlüsünnə vəl cemaat mürsəllərin peyğəmbərin yolundan buna görə də əvvəlkilərdən gedir söhbət. Keçdiyimiz dərslərdə buna görə də ondan nə etməməlidir? Ayrılmamalıdır mürsəllərin yolundan. Və onlar hansılar ki doğru, nicat, haqqı tapanlar kimlər idi? Peyğəmbərlər, siddiqlər, şəhidlər və salihlər. Və ona görə şeyx gətirir ki, əvvəlinə bax, sırat-ı müstəqim, onlar doğru yolda olanlardır. Əgər sən bunları cəm edərsənsə, əvvəlki kimi, dediyi kimi, qaydalarla gedərsənsə də, Allah subhanə və teala özünü vəsf etdiyi kimi vəsf edərsən, bidət eləməzsənsə, Allaha iftira atmazsansa da, Allah subhanə və teala haqqında yalan danışmarsansa da, onun ayələrini təhrif, tə'til, təkif, təmthil, təşbih etməzsənsə də, düşərsən nəyə? Bunlara. Onlara. Təsəvvürlər ki, Allah Rasulunun yanında şəhidləriz. Ömər radiyallahu, Əbu Bakrdan yan-yana. Bu dərəcəni qazanmaq lazımdır. Bu dərəcəni qazanmaq lazımdır. فَلَا عُدُولَ لِأَهْلِ السُنَّةِ وَالْجَمَاعَةِ عَمَّا جَاءَ بِهِ الْمُرْسَلُونَ عُدُول الْمَعْنَى إنصراف والإنصراف فأهل السنة والجماعة لا يمكن أن يعدل عما جاءت به الرسل وإنما جاء المؤلف بذلك نفي ليبين أنهم لكمال اتباعهم sallallahu aleyhi ve radiyallahu anh la yumkine en ya'dilu amma ca'at bihi rusul. Bana görə əhl-i sünnə vəl cemaatsansa da, əgər sən həqiqətən müəllifin bildirdiyi kimi şəxslərdənsə də mümkün deyil ki, bunların yolundan azasan. Mümkün deyil ki, bunların yolundan azasan. Necə ki, İsa sırası Səfər əmsin 115-də gəlir. Kim özünə doğru yol, haqq bəlli olduqdan sonra peyğəmbərlərin və hansı ki o yolda möminlərin siddiqdir, ümmicədir də, möminlərin yolundan azarsa da Allah onu o azdırdığı yola yönəldər və ona əl-məxsir gəlir, cəhənnəmə salar. Yəni, buradan da bunu qarşılaşdıqda nə gəlir? Haqq sənə bəlli olduqdan sonra düşərsən o bidətə, o küfrə, möminlərin yolundan. Kimlər idi möminlər? Siddiqlər, şəhidlər, salihlər. Bunlar hamısı cəm olundan nə olur? Mömin də. Elə deyil. Mömin insandır, yoxsa yox? Mömindir, dərəcə baxımından demirəm, ümumiyyətlə. Bunlar mömin sinifinə daxildir, yoxsa yox? Görürsən, ayələr cəm edildikdə baxırsan ki, bir dənə də hədislə nöqtə, aleykum bi sünnəti, sünnəti xulləfə raşidinə, məhdiyyinə min bə'di, addu aleyhi bin nəvaciz. Deyir, sizin üzərinizə vacib olan mənim sünnətimdir, sünnəmdir və ya yolumdur və ya məzhəbimdir. Bunlar hamısı eyni mənalıdır. Və rəşidi xəlifələrim. Kimlər idi? Siddiqlər, şəhidlər, salihlər və ona tabi olanlar. Və ona görə də Şeyx rahimehullah gətirir ki, inhiraf etməzsənsə də və bunları cəm etdikdən sonra necə ki Əbu Bakr radiyallahu anhu kimi deyərsənsə də, bax qayda, səmi'nə və ətənə fil əhkəm, əhkəmlərdə, əsaslarda, qaydalarda eşitdik və itaət etdik. Və səmi'nə və səddəqnə fil əxbər, xəbərlərdə isə, gələn xəbər Allahın əli var, gözü var. Aydındır mı? Xəbərlər də, fiili xəbərlər və s. Bunlarda da desən ki, sadiq qaldıq, gələn xəbərlərə eşitdik və sadiq qaldıq, %100 sadiq qaldıq, şəkki, şübhəsiz, inşallah ki, olarsan siddiqlərdən. Qayda budur. Qayda, əhkəm, səmi'nə, əhkəm və tə'nə, əhkamları eşitdik və nədir? İtayət etdik. İtayət etdik. Məcəbi Muhammed aleyhissalatu vesselam vədih ənənə lə nə'dilu an. Açıq aydın deyil Peyğəmbər sallallahu aleyhi və səlləmlə, yəni Muhammed sallallahu aleyhi və səlləmlə gələn hər bir şey nədir? Vədihdir. Yəni açıq aydındır. Gizli nəsə varmı? Varsa da gətir. Gizli nəsə varmı? Söhbət ümumiyyətlə müsəlmanlardan, yəni təbii ki, iman gətirib. Buna iftira atanlar kimlərdir? Müşriklər, ateistlər, yahudilər, nəsranilər, hələ son vaxtlarda özünü müsəlman göstərən bəziləri,
Yəni, deyir ki, qavırqadan deyir, dünyaya gəlməsi şeyin, Həvvanın. Bu deyir, sadəcə deyir, döymək olmaz deyir. Təhrif edibsiz deyir Qur'anı. Çünki deyir, qadınları alçaldırsınız bunu deməkdən. Verdin? Yəni, sən bunu nətər qatarsan ki, İslam firqəsindən? İslam firqəsindən. Onu İslam firqəsindən deyirlər. Yəni, bunu misal çəkdirmək, yəni, özünə müsəlman deyənlər də bəzən nədir? Bu şeyləri gətirir. Ona görə Peyğəmbər sallallahu aleyhi ve sellem xüsusən də Xatamun Nəbiyyin, Peyğəmbərlərin sonuncusuna vadih, yəni açıq aydın hər şey nədir? Gəlib, bəyan olunur və gizlin heç nə yoxdur. Sən düşün ki, ayaq yoluna girib çıxmağı deyən, şəriəti olan, gətirən Muhammed sallallahu aleyhi ve sellem elə bir şey var ki, elə gizlin qalsın. Mümkündür. Oturuş qaydasını belə öyrədibdir. Və acibə alə cəmi'l ibad ən yəttəbi'uh. Və ona görə bütün qullara vacibdir ki, tabi olsun. Lakin mə cə fi qeyri əhli sünnə vəl cəmaədə udulə anhu, la udulə ləhum anhu, ləənnə mə cə bihi anı Rasulü aleyhisselam min bəbi əxbər la yəxtəlifu ləənnəhum sadiqun və la yumkünə ən yunsəx. لأنه خبر وكل ما أخبرت به الرسول عليه السلام عن الله عز وجل وهو مقبول والصدق ويجب الإيمان. Və buna görə də haqlı olaraq mümkün deyil ki, sadiq olan şəxs bunların hər birini nəsx etsin və ya nəsx olanlara tabi olsun. Bu mümkün deyil. Çünki o sadiqliklə bunları qəbul edib. Və sonra gətirir ki, və qalə Musa li Firavun. Musa deyir, aleyhisselam Firavuna dedi. Fəmə bəlül qurunil ulə. Qalə ilmuhə ində Rabbi fi kitab. Lə yadillu Rabbi və lə yənsə. Deyir ki, Firavun soruşdu. Bəs deyir, əvvəlkilər, yəni əvvəlki nəsillərin halı necədir? Əvvəlki halına necədir? Musa aleyhisselam belə cavab verdi ki, onlar deyir, onlara dair məsələlər, onlara dair əhkamlar bilik yalnız Rəbbimdədir. Rəbbimin dərgahındadır. Onlar bu kitabdadır. Bu vaxt hansı kitab idi? Rəbbim bu məsələdə heç vaxt xəta etməz və unutmaz. Yəni, Firon orada dedi ki, keçmişdən nə deyə bilərsən? Musa aleyhisselam deyir, Rəbbimin nədir? Yanındadır. Rəbbim lə yadillu Rabbi və lə yənsə. Heç vaxt deyir, nə unudar, nə də nədir? Burada dallə mənası xəta etməz. Heç vaxt nədir? Xəta etməz. Fənəfə anilləhi cəhl və nisyan. Və buradan deyir, açıq, aydın Allahdan cahillik və unutqanlıq sifətini inkar elədi. Belə deyilmi? Aya bax. Qalə ilmhə ində. Onlar haqqında elm onun yanındadır. Rabbi fi kitab. Yəni, Rəbbim yanındakı kitabı. O, leyh məhfuzda da ola bilər. Lə yadillu Rabbi və lə yənsə. Mənim Rəbbim deyir, nə unudar, nə də dallə, o demək nədir? Hansı ki, bu şeyləri zalələt mənasında gəlir, amma qəsd olunan nədir? Cahillik, yəni bilməməzlik. Mümkün deyil ki, keçmişlər haqqında Rəbbim nədir? Bilməsin və ya o şeylər haqqında xəta etsin. Mümkün deyil. Və ona görə deyir, vacibdir ki, sənə Allahdan bu sifətləri inkar etmək. Allah nə unudandır, nə də bilməməz, yəni cahildir və yaxud da ki, xəta edəndir. Mümkün deyil. Qalə Rabbunəl-ləzi ətə kullə şeyin xalqəhu thumma hədə. Sonra Allah Rəbbimdir, o hər bir şeyidir, yaratdığına əta etdi, neynədi və sonra hidayəti. Yəni, Allah Subhanahu və Teala qul üçün hər şeyi veribdir.
Hər şeyi veribdir. Amma layiq olana da nəyi veribdir? Hidayəti veribdir. Amma şəri qaydada, şəri əhkamlarda Allah heç kimin kafir olmağını istəmir. Elə deyilmi? Şəri qayda deyilən, şəri əhkamlardan söhbət gedir. Mənim Allah Subhanahu istəyirdimi ki, Əbu Ləhəb şəri əhkamlarına deyir, kafir olsun. Kafir olmağını istəyərdisə də şəri qaydada Peyğəmbər s.ə.və deməzdi, heç get nədir, dəvət elə. Və ya Musa aleyhissalamı Firavunun yanına göndərməzdi. İzhəb ilə Firavuna innəhu dağa. Yəni o nədir? Tuğyan edəyəndir. Dağa nədir? Daşmın, tağut da, tağa. Feili nədir? Əsildir, tağa. Yəni tuğyan edəndir. Amma neynə dedi onlar? Ged onun yanına və gözəl şəkildə danış. Səəlnə səilmin, eynə uləmə, alimnə, ənəlləhə əətə kullə şeyin xalqah. Biz deyir, hardan bilirik ki, Allah subhanə və teala yaratdığında hər bir şey verir. Sual versələr ki, necə bilirik deyir, nətər bilək. Min kələm Musa, necə ki, Musa aleyhissalamın kəlamı kimi. Və nu'mini bizəlik, biz buna iman gətirik. Əətə kullə şeyin xalqahu ləqi bihi. Layiq olana Allah subhanə və teala hər şeyi əta edibdir. Fəl insan alə hədəl vəc. Məsəl üçün, insan bu tərəfdən deyil, bu üzdən desək və yaxud da ki, vəl-bə'ir alə hədəl vəc, bir tərəfdən və yaxud da yaradılış heyvanlar aləmin desək, inəyi desək, qoyunu desək, bunlar hamısı deyil, nə deyil, məxluqlardır. Bunlar hamısı deyil, görsən, fayda verir. Kimə fayda verir? İnsana. Yəni Allah subhanə və teala hər şeyi verib. İstəsə səni elə bir halda yaradardı. Bax, hikmətə bax. Heyvan kimi, insan heyvan kimi yeriyə bilər ümumiyyətlə? Əziyyət. Ölçən hikmətə bax. Ona görə Allah subhanə və teala bunu sağ əta eləyib. Eləyə bilərdi, elə bilməzdi. Amma onun əksinə bax. Heyvan ayaq üstə yeriyə bilərmi elə? Yerimir. Amma neyniyər? Eləyə bilər. Yəni, hər şeyi gözəl şəkildə sağ əta eləyibdir Rəbbin. Sadəcə nəyə lazımdır? Düşünmək lazımdır. Yəni, bəzən əta dedikdə Musa aleyhissalam dediyi kimi ki, iman gətirmiş, hər şey veribdir. Bəzən mal düşünülür, var dövlət düşünülür. Yəni, bu neymətlər qəsd olunur. Evlad düşünülür, nə bilim, maşın düşünülür. Əslində elə deyil. Ən böyük neymət keçmişik, hidayətdir. Yəni, bu neymət elə bir neymətdir ki, sənin var dövləti, milyonların belə nədir? Bunu əldə etməyə qadir ola bilməz. Milyonların belə olsa. Lakin yəcibu tənbihi ilə ən nusibə li ənbiyə səbiqeynə yəhtacu bihi ilə sihhətin nəql. Ona görə də deyir, bizə ehtiyac var ki, deyir, öncəki peyğəmbərlərin qıssalarını nədir? Örgənmək, bilmək. Ümumiyyətlə, qıssalar insana təsir edir. Peyğəmbərlərin həyatı təsir edir. İnsan Məryəm anamızın həyatını oxuyar. Yəni, elə bir həyat bəlkə də qiyamətə qədər gəlməyəcəkdir. Elə bir acı həyat, yəni təbii ki, imtihandır, elə bir acı, elə bir qəlb yandıran, elə bir insanın çox ağırdır. Həqiqətən də çox ağırdır. Sonra Şeyx-İslam rahiməhullah gətirir ki, İnnə kənə kələmu Şeyx-İslam xasa li qaid və huvə xas və leysə lənə fihi kələm və in kənə ammə və huvə yəşməl əhkəm və l'əhkəm ləti li-rusuli səbiqeynə ixtələfə fihi uləmə həl hiyə əhkəmu lənə idə ləm yəruddu şər'ənə bixləfinə əv leysəd əhkəmən lənə. Alimlər gətirir ki, deyir, ixtilaf da
keçmiş peyğəmbərlərin, keçən peyğəmbərlərin həyatında götürüb onların əhkamlarını həyata keçirmək olarmı? Bəzi hallar var ki, əgər müxalifdirsə, yox. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm sahabələrdən biri Tövratı oxuyanda nə dedi? Musa sağ olsaydı mənim şəriətimə tabi olardı. Şəriətimə tabi olardı. Bana görə də islah gətirə bilərsən həyatından. Yəni, sən deyək ki, Davud aleyhissalamın dövründə və Hud aleyhissalamın dövründə heykəl düzəltmək adi bir şeydir, icazəli idi. Davud aleyhissalam? Hə, icazəli idi. Lakin gəl sən bunu heykəl düzəlt görüm. Nə deyir? Ən böyük günahlardandır. Hətta hədis var ki, qiyamət günündə deyəcəksən, tövbə keçmişdik onu, qiyab tövbə. Üfür yarat görüm. Yəni, bu var. Bəzi əhkamlar var ki, müxalif deyilsə də qəbul etmək olur. Şeyxülislam Rahiməhullah gətirir ki, peyğəmbərlərin həyatından gəlirsə də nədir? Ora diqqət etmək lazımdır. Sonra gətirir ki, neymət verilənlər sadiqlərdir, şəhidlərdir, salihlərdir. Təbii ki, onların üstündə, ən üstündədir, peyğəmbərlərdir. Peyğəmbərlər heç vaxt hidayət verə bilməz. Hardan çıxardırıq? Allah Subhanahu buyurur: İnnəkə lə təhdi mən əhbəbdə və ləkinnəlləhə yəhdi mən yeşə. Sən sevdiyinə hidayət verə bilməzsən. Lakin Allah istədiyinə hidayət verə bilər. Əgər məsələ bu 4 sinifə daxil olmaqdırsa, 3 sinifə belə deyək, Peyğəmbər istədiyini aleyhissalam salardı ora. Elə deyilmi? Artıq nədir? Mümkün deyil. Və buradan nə fayda çıxır? Kafiri sevmək. Kafiri sevmək. Hardan çıxartdıq? Ayəyə fikir ver. İnnəkə lə təhdi mən əhbəbdə. Həbbə fiil. Həbbə. Həbbə yəhibbu. Həbbə yuhibbu. Nə deməkdir? Sən sevdiyinə hidayət verə bilməzsən. Kim idi oradakı? Müsəlman yoxsa kafir? Kafir. Demək, sevərək neynədir? İşarə elədi. Buradan da alimlər gətirir ki, sevmə 2 qismə bölünür. Şəriətə müxalif əməllər təbii ki, sevə bilməzsən. İstəsən də sevə bilməzsən, çünki o nədir? Müxalifdir. Bizi gedir qəbrə ibadət ilə sevə bilərsən, o əməl yox. Lakin dünyəvi baxımından sevə bilərsən. Biri gedir, nəsrani ilə ailə qurur. İcazəlidir, icazəlidir. Xoşuna gəlmədən nətər ala bilərmi? Gəl bir baxsın, xoşuna gəlsin də. Xoşuna gəlmək, sevmək hökmünü daşıyırmı? Daşıyır. Əhsən. Demək, əgər sevib ala bilir də. Ona görə alimlər gəlir, dünya məsələsində sevmək icazəlidir. Lakin axirət məsələlərində yox. Yəni, bu dəlil deyil ki, bir futbolçu var, onu sevir. Yox. Yəni, bəzi istisnalar var da, evlənməkdimi və s. və eləxdir, və belə şeylər. Sonra gətir, və ənzəlallahu aleykəl kitab. Allah subhanət hələ sənə kitabı nazil etdi. Vəl hikmə, hikməti. Kitab, hikmət yana gələndə necə qəsd olunur? Əhsən. Və alləməkə mə ləm təkun tə'ləm. Səni deyir, öyrətdi, hansı ki, sən deyir, onları neynəmirdin? Bilmirdin. Və kənə fədlullahi aleyk və Allahın sənə olan əhsən, nurudur, lütfüdür, fəzilətidir. Fədlullahi aleykəl azimə, əzəmətli bir nədir? Fəziləti və lütfüdür. Burada kifayətlənək. Allah subhanətlə bizə faydalanlardan etsin. Subhanəkallahum həmdik. Əşhədu ən la iləhə illə ənd. Əstəğfirqə və ətubu iləyik.